Mən Yevlax rayonunun Dəmir yolu 5 mərtəbəsində oluram. Füzuli 23 ev 38-də. Qeyri-adi bir hadisəyə rast gəlmişəm. Qardaş, mənim 5 ildir ki, damaxodumdan, and olsun Allah, damaxoddan bax, beləcənə su tökülür. Bütün ikinci mərtəbənin suyları, tualeti, hamamı, kuxnusunun suyu, hamısı mənim belimdədir. Vurub mənim aristonumu qırıb, tualetimi qırıb, bütün işıq sistemlərimi işdən çıxardıbdır, hər yer islanıbdır. Mən Yevlaxda eləmədiyim müraciət yoxdur. Kimə yalvarmışam, kimə demişəm, mənim səsimə səs verən yoxdur. İndi mən məcburam ki, çəkəm bu videonu, qoyam internetə, bəlkə Yevlaxdan kimsə də, Azərbaycandan yox, Yevlaxdan kimsə də, bəlkə də acana da olsa qeyrət olub mənə səs versin, gəlsin məni yoxlasın ki, mən burada 90 yaşında şahid anasına mən tualetdə şam işığından tualetə gətirirəm, hamamı yox. Nə deyim, dərdimi deyəs bilmirəm heç kəsə, qardaşlar. Mənə xahiş eləyirəm, mənə səs verin, xahiş eləyirəm. Artıq dərəcədə bu evdə 90 yaşında şahid anası yaşayır. 100 yerə müraciət eləmişəm, 102-ni 102 dəfə yığmışam, bir dəfə cavab alanmamışam. Bax, başıma mənim belə bir iş gəlib.